Tabii ki bir indirirler. Neye problem etsin yapıyorsun? 170 nömrəli məktəbi darmadağın eləyir bu direktor. Deyir mənim arxam var, dayağım var. Arxamda kuzda. Gezin hara deyirsiniz deyir. Məktəbdə Uşaqların kesekaları vermir, bizə deyir ki, rüşvət ver, bizə verir. Elə şey olur. Deyirəm ki, direktordan direktor bizim məliyyə sürətləri. Bir də indirir də. Bunu mən sizə necə deməliyəm, izah eləməliyəm. Bundan artıq nəsə olsun. Yox. Və bir də məktəbin nömrəsini yazır. Gəlin yazın. Gəl, yazın verirsiniz. 170 nömrəli məktəb yazır. 170. Bəli. Yemədimdir də. Kimdir da bizi bura yığıb yox. Ağzımıza ata bilmirik, deyir adamım var, arkam var. Gedin hara deyirsiniz deyin. Burada yazmışsınız. Bir direktörü. Bir direktörü yazılır. 170 nömrəli məktəb. Uşaq sorduğun içərisində. İkidə. Bugünkü gündə də heç kim məni qınaya bilməz. Ay. İkincisi, onun qadını Heç kim məni qınaya bilməz. Mən də bugünkü gündə alayam. Uşağımdan sarı narahatam. Xanım, uşağım, xanım. Çıxmasın malını, başa düşmədi. Xanım, yaxınlaşın mənə. Xanım, hayırsınız. Verməsən olur. Polisin ixtiyarı var desin mənim başım xarabdır. Başı xarablıqda nə gəzir, yapacaq. İxtiyarı var. Üstümə tutmağa ixtiyarı var. İmza atmalısınız. Mənim uşağımın həyatına Başı xarablı keçsin, darxanada yatsın. Balon var. Müdürün qəbuluna yazın. Uşağım var. Siz müdürlə görüşəcəksiniz. Bəli, götürəcəm. Dur, burada hamımız bir yerdə qaldırsın, sən də işdən gedəcəksən. O patonlarına güvənmə. Salam. 170 nömrəli tam orta məktəbin 2D sinif şagirdi Məmmədov Turanın valideynidir. Direktor bizi çox incidir. 2 ildir başımıza açmadığı oyun qalmayıb. Biz keçən il sırf buna görə valideynlərlə yığılışıb gedib idarəyə şikayət edib ərizə yazıb vermişik. Oradan bizə yoxlama göndərdilər. Yoxlama gəldi. Yoxlama Ceyhun müəllimi idi. Gəldi, yalvardı, yaxardı, xahiş elədi. Dedi ki, bəs ərizəni geri götürün, yoxsa direktoruna, zavça töhmət verilib işdən çıxarılacaq. Biz hörmət eləyib ərizəni geri götürdük. Amma bizə bu il ondan 2 qat ağırdır. Bizi dayboğaza yığıblar. Bizim nəzarət olduqca zəifdir. İnsanı nə qədər təhqir eləyərlər. Bizi polislə hədələyirlər, qorxuzurlar, rüşvətxorluqla məşğuldular. Bizim uşağımız bir aydır dərsə, məktəbə gedə bilməyəndə deyirlər ki, sinifdə saxlayacam. Halda ki, öz qızı öz məktəbinə yaxın olduğu halda öz məktəbindən 9-cu sinifdən çıxardıb aparıb Qaçqın məktəbinə qoyub, adını yazdırıb, hazırlıqlara qoyub, məktəbə getmədiyi halda onun qızı bu saat institutdan sənəd verib qəbul oldu. Başa düşmədim, onun uşağına olar, bizim uşaqlara olmaz. Bizim uşağımız bir aydır xəstəliyi ilə əlaqədar məktəbə dərsinə getmədiyinə görə bizim uşaqlara deyir ki, sizi sinifdə saxlayacam. Nə KSG verir yazmağa, deyir ki, sinifdə saxlayacam, ya da nə də deyir ki, aparın sənətinizi götürün, aparın 155-ə. Başa düşmədim, niyə? Xahiş edirəm, biz öz müəlliməmizi istəyirik. Xahiş edirəm, buna bir ölçü götürülsün. Və biz bu il yenə idarədən şikayət eləyib idarəyə ərizə yazıb vermişik. Amma biz idarədən ərizəni geri götürməyəcəyik. Çünki onların arxasında birbaşa təhsil dairəsi durur. Xahiş edirəm, yəni buna bir ölçü götürülsün. Biz öz müəlliməmizi istəyirik. Salam, hər vaxtınız xeyir olsun. Biz müraciət edirik ki, xahiş edirik yayımlansın. Kobudca rəftar edir, bütün məktəbi sanki bizim sinifi gözə alıb. Telefonla mənə zəng edib, direktora yaraşmaya səs tonuyla mənimlə danışdı. Yoldaşım da ki, valla əlimdən aldı telefonu. Dedi ki, sizə kim ixtiyar verib ki, yoldaşımla belə danışasınız. 5-3 dəqiqə keçdi, polis mənə zəng elədi. Salam xanım, salam buyurun. Siz direktor narahat eləmişsiniz, kobudca davranmışsınız mənə. Yoldaşım da telefonu əlimdən aldı. Polislə danışdı ki, bəs mənim yoldaşımla kobudca danışırdı, mən aldım, mən danışdım. Ki, mənim yoldaşıma sizə kim ixtiyar verib, hələ kobudca danışasınız. Məktəbə də yoxlanış gəlsə, o dəqiqə polisləri çağırır. Çağırır ki, bəs yoxlanış gəlib.
Bu insan polislərə işləyir. Belə çıxır da. Bizim ayağımızı dirədir ki, götür sənədləri uşaqların. Səni apar başqa məktəbə. Yetər ki, sinif dağılsın. Niyə? Biz sinifimizdən də, müəlliməmizdən də razıyıq valla. Müəlliməmizin də ki, 2 il ərzində müəlliməmizin başına elə oyunlar açdı ki, məktəbə təcili yardımda gəldi, apardı xəstəxanaya müəlliməni. Ürəyindən əməliyyat olundu. İndi də ki, onurğasından əməliyyat olunub. Neçə aydır